Evin qonaq otağına düzülən şarlarla sol ayağını inkişaf etdirən bir uşağın illər sonra Barselona və Real Madridi bir-birinə qatacağını kim bilərdi? Bugün sizə Avropa futbolunu lərzəyə gətirən Arda Gülərin heç yerdə eşitmədiyiniz dramatik və möhtəşəm həyat hekayəsini danışırıq. Atasının gizli planı və qonaq otağındakı məşqlər Arda əslində sağaxay olaraq doğulub. Lakin atası Ümid Gülər onun mütləq solaxay bir futbolçu olmasını xəyal edirdi. Arda hələ iməkləyən dövrdən atası evin qonaq otağına futbol topları və şarlar düzərək onları yalnız sol ayağının önünə qoyurdu. Arda sağ ayağı ilə vurduqda atası topu yenidən sola çəkirdi. Bugün dünyanı heyran qoyan o sehirli sol ayaq əslində atasının bu inadkar planının məhsuludur. Ailənin iflası və böyük fədakarlıq 9 yaşında paytaxtın Gənclər Birliyi Akademiyasına qəbul olunanda evləri ilə məşq bazası arasında 1 saatlıq məsafə var idi. Atası hər gün Ardanı məşqə aparıb gətirmək üçün öz mağazasını ortağına etibar etdi. Diqqətsizlik ucbatından ailənin biznesi tamamilə iflas etdi. Arda sonradan ailəm mənim üçün hər şeyini itirdi, mən o borcu meydanda ödəməli idim deyərək keçmiş günləri xatırlayır. Təsadüfi kəşf və 2 yarımlıq ləqəbi Fənərbağçanın baş skautu Serhat Pekmezi əslində başqa bir futbolçunu izləmək üçün Osmanlıspor, Gənclər Birliyi maçına getmişdi. Maç zamanı Arda'nın topuğu ciddi şəkildə zədələnir. O, ağrıdan ağlasa da meydandan çıxmaq istəmir və axsaq ayaqla möhtəşəm oyun nümayiş etdirir. Skaut futbolçunun istedadından o qədər heyran qalır ki, onun videolarından ibarət xüsusi dəvədə hazırlayıb birbaşa Fənərbağça prezidenti Əli Qoça göndərir. Akademiyada oxuyarkən boyu çox balaca olduğu üçün komanda yoldaşları ona 2 yarımlıq balaca qəpik mənasında ləqəbini qoymuşdular. Göz yaşları ilə dolu 13 yaş doğum günü Fənərbağçaya transfer olunduğu gün Arda'nın 13 yaşı tamam olurdu. Müqavilə imzalandıqdan sonra o İstanbula köçməli, ailəsi isə Ankara'da qalmalı idi. Ad günü tortu kəsilərkən anası oğlundan ayrılacağı üçün hönkür-hönkür ağlayırdı. Arda bunu həyatımın ən kədərli ad günü idi deyə xatırlayır. Atası isə son addımda ona bu unudulmaz sözləri deyir. Oğlum, boğulacaqsansa böyük dənizdə boğul, yəni İstanbula get. Barselona və Real Madrid arasında transfer müharibəsi. 2023-cü ilin yayında Barselona'nın idman direktoru Deco şəxsən İstanbula gəldi. Barselona prezidenti Juan Laporta mətbuata Arda ilə tam razılaşdıq bəyanatını verdi. Transfer bitmiş kimi görünürdü. Həmin gecə Real Madridin baş məşqçisi Carlo Ancelotti şəxsən Arda'ya video zəng etdi. Ancelotti ona, Arda, sənin burada möhtəşəm gələcəyin olacaq. Mənə söz ver ki, Madridə gələcəksən, dedi. Real Madrid son anda Barselona'nın təklif etdiyindən daha voice bonus ödəyərək bu əsrin transfer müharibəsini qazandı. Rekordlar siyahısı Avrora 2024-də Gürcüstanın qapısına vurduğu golla Cristiano Ronaldo'ya məxsus olan Avropa çempionatında debüt maçında gol vuran ən gənc oyuncu rekordunu qırdı. Real Madrid forması ilə La Ligada meydana çıxdığı dəqiqələrə nisbətdə ən az vaxtda ən çox gol vuran gənc ulduzlardan biridir. Türkiyə millisi heyətində Dünya Kubokunda gol vuran ən gənc türk futbolçusu olaraq tarixə düşüb, sonluq evin qonaq otağından Santiago Bernabéu stadionunun yaşıl meydanlarına. Arda Gülər sübut etdi ki, fədakarlıq və böyük xəyallar hər bir çətinliyə qalib gəlir. Bəs sizcə Arda gələcəkdə qızıl topu, Ballon d'Or qazana biləcəkmi? Rəylərinizi yazın və bu gənc sehirbazın xatirinə videonu bəyənib kanala abunə olmağı unutmayın.